Hörmətli əziz şəhid ailələri, qazilər, vətənsevərlər, 18-10-cu ay 2025-ci il tarixində Azərbaycanın Beyləqan rayonunun 2020-ci ilin 27 sentyabr 44 günlük vətən döyüşləri zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, bir övladı vətənə yadigar qalan Salahlı İlgiz Nurəddinoğlunun şəhadətinin 5-ci il dönümü anım məclisi keçiriləcək. İlk olaraq saat 10:30-da Beyləqanda yerləşən Həzrəti Cəci ziyarətgahında şəhidin məzarı ziyarət ediləcək. Daha sonra isə saat 12:00-da şəhidin ailəsi tərəfindən Beyləqan rayonunda yerləşən Turan məclis evində ehsan süfrəsi açılacaq. Eşidib bilən hər bir kəs dəvətlidir. Hörmət ilə şəhidin dəyərli və əziz ailəsi. Yaxın gəlin mənə əziz qardaşlar, son sözümü sizə deyib gedirəm. Ömrümü fəth edib xoş arzularla azadlıq donunu geyib gedirəm. Vuruşdum düşmənlə ər meydanında, yaranı sinəmdən alıb gedirəm. Azəri yurdumu canımdan əziz, sanmışam oduna yanıb gedirəm. Vətən anamızdır torpaq yadigar, məhvliyin toxumun səpib gedirəm. Bu deyil ayrılıq qovuşuram mən, qucaqlayıb onu öpüb gedirəm. Vətənin uğrunda verdiyim canı, vətənin qurbanı bilib gedirəm.